Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Orxan Rəcəboğlu Səttarov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi təyin edilib. 2 gün öncə Ağdamın Eyvazxanlı kəndində tikinti zamanı üzləşdiyi bədbəxt hadisə nəticəsində həyatını itirən 36 yaşlı İlkin Babayevin dəfnində onun qaynanası vəfat edib. Tərtərin Evoğlu kəndində keçirilən mərasim zamanı İlkinin həyat yoldaşının anası 1971-ci il təvəllüdlü Nüşabə Soltan qızı Cəfərovanın halı pisləşib. Ağır sarsıntı keçirən qadın orada dünyasını dəyişib. Dənizkənarı Milli Park ərazisində əkilmiş gülləri əzərək əkin sahəsini yararsız hala salan şəxslərin kimliyi müəyyənləşdirilir. Məlumata görə, məsələ ilə bağlı aparılan araşdırmalarla həmin əməlləri törədən ona yaxın şəxs müəyyən olunaraq polisə çağırılıb. Həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür. Aprelin 12-sinə keçən gecə paytaxtın Suraxanı rayonu Zığ şossesində baş vermiş ağır qəzada ölənlərin kimliyi müəyyənləşib. 2002-ci il təvəllüdlü Elmir Vaqifoğlu Qubadovun idarə etdiyi Toyota Corolla'nın yolun hərəkət hissəsində dayanmış yük maşınına çırpılması nəticəsində 2 nəfər hadisə yerində ölüb. Bunlar 1986-cı il təvəllüdlü Elvin Vaqifoğlu Əsgərov və 1984-cü il təvəllüdlü Samir Qismətoğlu Məmmədovdur. Hadisə nəticəsində 1965-ci il təvəllüdlü Azad Yaquboğlu Əhmədov isə xəsarət alıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.